Kitab bilik mənbəyidir. Əlbəttə ki, kitab oxuyanlar üçün. Çoxlarına sual verə bilərsiniz ki, axırıncı oxuduğun kitab hansıdır? Məncə kitabı olan maraq itib. Amma indi sizə təqdim edəcəyimiz kitab məncə sizi duyğulandıracaq. Qəlb yarası olanlar ekrana yaxın əyləşin. Fatimə Vəfa yeni kitabını belə adlandırır. Təqdimat mərasimindən özəl görüntülər Lider maqazində. Yazar Fatimə Vəfa kitabını təqdim elədi. Qəlb yarası adlanan roman haqqında elə yazıcı xanımın özündən eşidək. İllərdir qəlbimdə o həsrəti ilə yaşadığım bir işdir ki, təqdimatdır ki, bugün oldu ki, mən bunun həsrətini çox çəkmişəm. Bir çox yaralı qəlblər var və onu da nəzərinizə çatdırım ki, kitabın içində bütün yazılanlar hamısı sənədlidir, yaşanmışlardır. Hər bir adların dəyişmişəm, düzdür, bizim tanınmışlardan da var burada. Beş uşağın necə ki gəlib interneta düşüblər, onların valideynlərinin həyatı. Və kitabın əsas, belə deyək də, romandır əsası və sevgi romanıdır. İnternetdə bir neçə ayını, 6-7 ay orada oxumuş, balaca bir Nazlımızın öz vurulduğu, tarçalan tarzənin barmaqlarına 6 yaşında vurulduğu və 17 yaşında xəbərsiz ona ərə getdiyi və qətiyyən anlamırdı ki, bu sadəcə onun gözlərinə baxanda həmişə deyir ki, bu gözlər mənə nəyisə xatırladır. Zəngin təfəkkürə, genişdə xeyirlə malik olan qızdır. Bu kitabda bizim körpələrdən danışılır. Mən əsasən də bu kitabı əlimə alanda mən də ailə aldım bir oxucu kimi. Amma oxuduqca, bu kitabı vərəqləndiricə, inanın ki, insanı duyğulandırır. İnsanın doğrudan qəlbində həqiqətən bir yara, bir kök salır. Bəs görəsən bu kitabın yaranması yazarın hansısa qəlb yarasından ilhamlanıbmı? Vəfa xanımın qəlbinin yarası heç vaxt qaysaq bağlamır. Həmişə qəlbim yaralı olur. Vəfa xanımın bugünündə ən dəyərli qonaqlarından biri oğlu Yusif oldu. Sən çox istəyirsən? Gün anan nə günüdür? Təqdimat günü. Nə təqdimatıdır? Kitab təqdimatı. İnanın ki, evə kim gəlir, hamıya bilirik. Təqdimatda görüşərik. Təqdimatda bir çox sənət nümayəndələri də iştirak elədilər. Təbrik edirik. Ürəyindən keçənləri bir paylaşmaq çox çətin bir şeydir. Həqiqətən, kitab yazmaq o qədər çətindir ki, asan deyil. Hamımızın ürəyi bir kitabdır, həyatımız bir kitabdır, romandır, povestdir. Amma onu kitaba nəqş eləmək çox çətindir. Kitab oxumaq çox gözəl şeydir. Mən axır vaxtlar bu sualla çox rastlaşıram ki, axırıncı dəfə aslında kitab oxumusunuz, axırıncı dəfə. Mən deyim ki, son bəlkə də 5-6 ayda əlimə kitab almamışdım. Düşünürəm ki, bu kitab olacaq. Bu son günlər əlimə götürdüyüm, oxuyacağım kitab olurlar. Arzulayıram, can sağlığı, yeni yaradıcılıq işləri arzulayıram. Sən demə, Vəfa xanım bir zamanlar Gülyaz Məmmədovanın tələbəsi olub. Fatimə bir zamanlar, deyim ki, dəyişməyib, belə həmənki gözəl Fatimədir. Deməli, hamı Vəfa müraciət edir, mən həmişə Fatimə çağırmışam. Muğam dərslərimə gəlirdi, muğam öyrənirdi, mahnılar öyrənirdi, gözəl rəqs eləmə qabiliyyəti vardı. Mən heyran edim bu qıza. Gülyaz xanımla elə tanış olmuşam, ilk dəfə onun yanına bizim çox hörmətli tarzənimiz var, o aparmışdı, muğam dərsi aldım.